Sabahınız xeyir olsun. Deməli, dünəndən belə bir xoş söhbətlər gəzir ki, artıq Naxçıvanda üzdən İraqxanalar yavaş-yavaş yığışlandırılır. Artıq belə deyirlər ki, bir qrup o yüngül əxlaqlı xanımlar mı deyim, qadınlar mı deyim, gəldikləri yerə göndərilir. Digər bölgələrdən gələnlər. Bunu eşitmək belə əladır da, mükəmməldir. Çünki bu çox ciddi problem idi. Onsuz da ailələrdə xoşbəxtlik o qədər də yüksək səviyyədə deyil. Onsuz da ailələr bir sürü maddi sıxıntılar içindədirlər, mənəvi sıxıntılar içindədirlər. Bir tərəfdən də bu üzdən İraqxanalar açıldı, hətta kəndlərin içinə belə girdi. Qalan bir-iki dənə sağlam ailə var isə onu da belə məhv elədilər, atdılar çölə. Nə qədər ailələr boşandı, nə qədər ailələrdə skandallar oldu, nə qədər uşaqlar bir valideynli qaldı. İnşallah Naxçıvan yeni rəhbərliyi bu yolda öz qətiyyətli addımlarını atar. Xalq da öz tərəfindən buna etiraz eləməlidir. Xalq da öz üzərinə düşən yükü götürməlidir və qınamalıdır ki, artıq kənd içində, kənd yollarının qırağında, digər yerlərdə belə yerlərin sayını məhdud hala salsınlar. O qədər sıxışdırsınlar ki, hər yerdə açıb, hər yeri o əxlaqsız qadınlarla şey eləməsinlər, doldurmasınlar. Sağ olun, var olun, minnətdarım.